Rusiyada yaşayanda televizora baxıram, gördüm ki bir Azərbaycanlı yazısı Mirzə Cəlilin bir hekayəsinin müzakirəsi gedir. Çox ciddi adamlar oturublar. Baradata Yerebyanov, saqqallı uşaq. Düzü mən tanışam, yəni oxumuşam Mirzə Cəlilin bir xeyli hekayələrini falan, amma məhz bu hekayəsini oxumamışdım. Diqqətimi çəkdi, nə ciddi bir əsərdir ki, orada müzakirə edirlər. Girdim, oxudum. Oxudum, gördüm, nə qəşəng söhbətdir, nə qəşəng söhbətdir. Kişinin 3 dənə oğlu var. Gündə kişi görür ki, evin divarına falan, həyətin divarına kömürlə, nəmlə ilə yumurta şəkli çəkilir, rəqəmlə xəttlər çəkilir falan. Uşaqların danlayır ki, belə eləməyin falan. Bunlar deyir, vallahi həyata bizim xəbərimiz yoxdur falan. Fikirləşir, kim ola bilər? Bir dənə ağsaqqaldır, gəlir, arada zat satmağa gəlir, səyyar satıcı da belə. Ondan başqa heç kim gəlmir axı. O da nə bilir, belə o niyə bunu eləsin? Axır bəlli olur ki, xülasə kəlam bu hesab kitabın orada aparılmış. Yumurta şəkli çəkir ki, filan kəsə, məsələn, 3 dənə yumurta vermişlər falan. Saqqallı uşaq, yəni saqqalı var, 50 yaşına gəlib çatıb, amma adi mental zəkası yoxdur da, yəni hesab kitabı bilmir ki, bir şeydə qeydə alsın, bu şəkillərlə deyir, qədim o Qobustan qayalıqlarındakı kimi də şəkillərlə çəkir falan. Bunu oxuyanda dedim, nə gözəl ideyadır. Düzdür, burada Molla Nəsrəddin Cəlil Məmmədquluzadə mental zəkaya işarə edib, hesab kitab filan da mental zəka deyirlər buna, IQ deyirlər də. Amma burada başqa mövzulara da toxunmaq olar. Sosial zəka var, emosional zəka var, mənəvi, ruhani zəka var. Və əslində bütün bəşəriyyətin problemi buradadır. Saqqallı uşaqlardır qırırlar bir-birlərini. İctimai münasibətlərdə saqqallı uşaqlardır. Ailə gəlir terapiyaya, hərəsinin 40-45 yaşı var. Görürsən, 2 dənə uşaq oturub davalaşır sənin qabağında. Saqqal burada şərtidir də, yəni yaş gedib, amma kafa uşaq kafasıdır. Yəni, bu çox ciddi mövzudur gördüm və dedim, bu haqda yazaq, saqqallı uşağın əlamətləri nədir ümumiyyətlə? Kim saqqallı uşaq? Ki, bəlkə bizdə saqqallı uşaq, belə gülürük filan. Bu haqda başladım, Böyümək vaxtıdır adında kitab yazmağa, o da prosesdə yazılır. O isə mənim xüsusi kitabımda, o psixologiyaya aid kitabdır, yəni ixtisasımla bağlı, Teyxa, Çılxa ixtisasımla bağlı olan ilk kitabımdır. Onun üstündə xüsusi əsirəm, yəni xüsusi diqqət edirəm. Onu hətta istəyirəm tərcümə olunsun, çünki bilirəm, İndi bu tipli kitablar çox yazılır da, motivasiya kitabları, nə bilim, özünü yarat və s. və s. Amma bir səthilik var, bir dayazlıq var bu kitabların çoxunda. Çünki ilahilik yoxdur, irfan yoxdur, təsəvvür yoxdur. Bunu da üstünə qatanda o çox dərinlik alır və gerçək bir böyümə baş verir, gerçək və əsaslı. Yəni, ağrı kəsicidir. İndiki kitabların bir xeylisi, baş ağrıdı, atdın, kəsdi. Amma məsələnin kökünü araşdırsın, kökündən ölür. Belə bir kitab böyümək vaxtıdır. Bir zikr var ki, ən vacibdir, yəni olmazsa olmazdır. Namaz onunla başlayır. Təkbirətül ehramdır. Allahu Əkbər, düzdür. Allahu Əkbər nə deməkdir? Allah böyükdür. Allah ən böyükdür, Allah böyükdür. Yəni, mən deyirəm ki, bu şöhrət mənə görə təsadüfi deyil, iradəvidir. Bu bir çağırışdır da, elə bir ki, Allah deyir ki, bəndəm, mən böyüyəm, sən müəllifin olaraq, sən də böyüməlisən. Yəni, bugünkü bəşəriyyətin problemi nədir? Müəlliflə əsərin arasında harmoniya pozulur. Müəllifinə baxırsan nəhəng, əsərə baxırsan cılız. Əsər cılız, əsər cır, o harmoniya pozulub. Niyə harmoniya pozulub? Çünki kontakt yoxdur, ünsiyyət yoxdur. Ayırdılar müəllifi əsərindən. Şübhələrlə, filanlarla, belə, geridə qalmışdıqdır, nədir? Bir ünsiyyətin, məsələn, mən terapiyalarımda deyirəm ki, Rafiq Əliyevi tanıyırsınız, professor Rafiq Əliyev. Keçən səfər onunla görüşmüşük, deyirəm, Rafiq müəllim. Gördüm, o qədər insanlar təsirləndi Rafiq müəllimin çıxışından. Elm adamıdır, kifayət qədər yaşı da var. Onun danışdıqları, bəlkə də sən ondan güclü danışırsan, danışıq olaraq. Amma bir ömür yaşayıb, bir təcrübə, elm adamıdır. Ən sadə dediyi sözlər necə qəlbə oturur da, qəlbə. Deyirəm, Rafiq müəllim,
Bu görüşlər deyirəm çox olmalıdır. Ona görə ki, deyirəm terapiyada məsələn mənə gəlib deyir ki, kimsə müəllim mən hövsələsiz adamam. Səbirli olmaq istəyirəm. Xahiş edirəm mənə kömək edin. Səbirli, təmkinli olmaq. Deyirəm müəyyən texnikalar mən ona deyirəm belə. Amma mütləq soruşuram deyirəm yaxınlarında varmı qohumlar arasında səbirli, təmkinli adam? Deyir hə məsələn dayım çox məsələn səbir küpüdür. Deyirəm hə onunla çox oturdu. Bu birinci dediklərimdən daha təsirli olacaq. Ünsiyyət başqa şeydir. O xarakterdə olan insanlarla səni oturub durmağın elə bir ki, ildırım sürətinə səni aparır qaba. İndi deyirəm, bax müəllim, sizin ünsiyyətləriniz bu nəzəriyyə oxumaq, kitablardan həmişə oxuyuruq, amma canlı bu şəxsiyyətlərlə ünsiyyət çox təsirlidir. Məsələn, mən həmişə deyirəm də, mənə görə tarixin ən böyük misrasını Nəsimi deyib, ey özündən bixəbər, qafil oyan. Tamam, yaxşı. Bəs mən nəyi özüm haqqında bilsəm, özümü bilmiş olaram. Nələri özüm haqqında bilsəm, bilmiş olaram. Mən biraz daha praktik danışmaq lazımdır ki, insan bilsin, yaxşı, mən nələri bilməliyim. Saqqallı uşaq özündən bir xəbərdir, öz resurslarından, imkanlarından filan. Mən orada bir prisa danışdım. Bir maraqlı kitab var, Türkiyəli müəllifdir, Kinsun adında bir müəllifdir. Qəribə bir oyun çıxardıb da, yəni heç kim tanımır onu, bilinmir kimdir müəllif. Şəxsdir, qrupdur. Elə Kinsun imzası ilə yazır. Yaxşı da satılır kitablar. Onun bir dənə kitabı var, Yol sənin içindədir. Adı belədir. Orada bir pritsadan danışır. Deyir ki, bir köşək, dəvə balası bir gün deyir ki, anasından soruşur zooparkda. Anasından soruşur ki, anacan, niyə bizim boynumuz belə uzundur? Əvvəl hürgücləri soruşur, belindəki o hürgüclər var. Niyə bizim belə hürgüclərimiz var? Deyir ki, ona görə ki, biz səhrada uzun yollar qət edirik, su ehtiyatı saxlayırıq filan. Deyir, yaxşı, onda bəs bizim niyə boynumuz belə uzundur? Deyir, çünki biz səhrada gedirik, qasırğa təhlükəsi ola bilər, biz uzaqlardan onun fərqində olmalıyıq, hazırlığımızı görməliyik, ona görə boynumuz uzun olmalı. Deyir, yaxşı, bizim pəncələrimiz niyə belə böyükdür, genişdir, enlidir? Deyir, çünki biz səhrada, qumluqda gedirik, biz çəkimiz də ağırdır, batmaq təhlükəsi var, o pəncələr elə olmalıdır. Deyir, ay yaxşı, anacan, bəs onda bizim zooparkda nə azarımız ölüb də bizim dildə desək. Elə nə dedim, səhra ilə bağlı dedim və biz zooparkda nə gəzirik? Kimsin bunu yazandan sonra deyir ki, insan resurslarının fərqində olanda yerində olmadığını da görür ki, mən yerimdə deyiləm. Mən şəxsən yerində olmayan adam görəm, deyirəm ki, imkanlarının fərqində deyil, özündən xəbəri yoxdur.